Geberit dünyada ilk dəfə divarçı unitazın rezervuarını istehsal edən firmadır və bunu artıq 60 ildən çox müddətdir ki, istehsal edir. Yeri gəlmişkən Geberitin bir lifehackını göstərmək istəyirəm sizə. Bu ən axırında çıxartdığım ehtiyat hissəsidir. Kənarı olmayan unitazlarda su sıçraması problemi olur. Suyun sürətini azaltmaq üçün bu göy detalı sadəcə döndərmək lazımdır. Və bununla da siz sıçramaların qarşısını alacaqsınız. Bu mexanizmi tənzimləməklə siz unitaza buraxılan suyun miqdarını da tənzimləyə bilərsiniz. Rezervuarın daxilindən mexanizmləri çıxartmaqdan məqsədim o idi ki, sizə göstərmək istədim ki, bunu təmir etmək çox rahatdır. Və ən əsas məsələ odur ki, Geberit zəmanət verir ki, onun divar içi rezervuarların bütün ehtiyat hissələri ən azı 50 il istehsal olunacaq. 60 il bundan qabaq quraşdırılmış divar içi rezervuarların ehtiyat hissələri Geberitdə hələ də mövcuddur. Özünüzə yaxşı baxın, yoxdur qoy qalıb.